Oxford mənə görə nə qədər Oxford qəbul sualları paylaşıram. Gün 2. Deməli, maraqlı bir integral sualıdır. Deyir, what's the value of this integralın value'su deyir nədir? Qiyməti nədir? İntegral 0-dan 1. Buna baxanda mən nə görürəm? Görürəm ki, bu müxtəsər vurma açılışıdır. Onda mən bunu toplasam nə olar? Y üstü 2x çıxılsın x-in kvadratı olar. İndi bu nəyin integralıdır onu tapası olsaq. Y üstü 2x 2-də 1 y üstü 2x'in integralıdır. Bu bəlkə də bizdə yoxdur, mən xatırlamıram bunu. Çünki biz ancaq y üstü x ilə işləmişik. Ümumiyyətlə bizdə y çox işlədilmir orta məktəb proqramında. Y üstü x ilə işləmişik, onda integralı törəməsi y üstü x-ə bərabərdir elə. Qarşısında əmsal olanda da bu əmsal qarşıya keçir deyə törəmə alanda, integralını alanda geri dönəndə qarşısına onun tərsini atmaq məcburiyyətindəyik. Çıxılsın x kvadratının integralı rahatdır. 3-də 1 x-in kubudur. Niyə? Çünki 3 qarşıya keçir, üzərindən də 1 azalır, x kvadratı qalır. Belə, 0-dan 1-ə sual işlənmiş kimi bir şeydir. Yəni, baxmayaraq ki, bu Oxfordda qəbul sualıdır, çox rahat bir sualdır. Deməli, burada yerinə qiymətləri qoyacağıq. 2-də 1 y üstü 2x-in 2-də 1 üstü 0 olacaq. 0'ı gətirib bura qoysam, burada da onsuz 0 olacaq. Bu bərabərdir 2-də 1-ə. İndi 1-i də yerinə qoyub, həmin qiymətdən bu qiymətə çıxacaq. 1-i yerinə qoysam, 2-də 1 y kvadratı. Burada 1'i yerinə qoysam 3'də 1 çıxılsın 3'də 1. Ondan da çıxacam 2'də 1'i. Bərabər olacaq 6-cı dərəcə nə idi? 6 məxrəcə gətirək, hamısının məxrəcinə 6'ya gətirək. Hamısının məxrəcinə 6'ya gətirsək 6'dan 3 y'nin kvadratı çıxılsın 6'dan 2, çıxılsın 6'dan 3. O da bərabərdir 6'da 3 y'nin kvadratı çıxılsın 5. 2 ilə 3'ü də topladıq 5. Bizdə dəqiqə. O da doğru cavab deyil. Buradadır bizdə dəqiqə. Doğru cavab budur. Sonuncu variant. Sağ olun. Oxfordda qəbul olmaq üçün aşağıda nömrəmə yazın. Hamını hazırlaşdıram da Oxford özünüz bilirsiniz.